Salam dostlar. Bu videoda Fluke 754 kalibrator ilə RTD transmitterin yoxlanmasını göstərəcəm. İlk olaraq kalibratorun üzərində RTD üçün körpü sxemi qurmuşam və cihazı meja rejiminə keçirmişəm. Transmitter qoşulu vəziyyətdədir. Burada birinci ağ naqili, sonra isə iki qırmızı naqili qoşacağam. İndi transmitterin ekranına baxaq. Gördüyünüz kimi cihaz işlər vəziyyətdədir, amma ekranda error mesajı görünür. Bunun səbəbi RTD elementin ayrılmasıdır, yəni transmitter hazırda elementi tam oxuya bilmir. İndi isə kalibratoru aktiv edirəm. Buradan RTD-ni seçirəm və daha sonra 3 naqilli RTD tipini seçirəm. Hazırda kalibratorun ekranında 31 dərəcə temperatur göstərir. Yenidən transmitterin ekranına baxdıqda isə temperatur göstəricisinin olmadığını görürük. Çünki RTD elementi transmitterdən ayrılır və cihaz xəta rejiminə keçir. İndi isə RTD elementinə istilik tətbiq edirəm. Bunun üçün yanlarından istifadə etmişəm. Elementin ucunu qızdırıram. Gördüyünüz kimi temperatur dəyişməyə başlayır və kalibrator üzərində temperatur artımı müşahidə olunur. Bu şəkildə həm RTD elementinin temperatur dəyişməsinə reaksiyasını, həm də transmitterin işləmə prinsipini praktik olaraq yoxlamış olduq. Çox sağ olun.